Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Resulillahil emin ve ala alihi tahirinel ma'sumin. Ve la'nu daim ala a'daihim ve munkeri fezailihim ve gasibi hukukihim ecma'in minel ana ila yevmiddin. Mübarək cümə günüdür və keçən cümələrdə bildiyiniz kimi duanın əhəmiyyəti barəsində danışırdıq və qeyd elədik ki, dua insanın Allah yanında dəyərinin göstəricisidir. Bir insanın dəyərinin göstəricisi onun duaları ilə ölçülür, onun arzuları ilə, istəkləri ilə ölçülür. Əgər insanın arzu və istəkləri doğru və düzgündürsə, böyükdürsə, deməli bu insan böyük ruha sahibdir. Yalnız cılız bir şeylər arzulayırsa, deməli bunun ruhiyyəsi cılız adamdır. Böyük cüssədə cılız ruha malikdir, cılız şəxsiyyətə malikdir. Ona görə duaya bir neçə aspektdən yanaşmaq olar ki, əlbəttə biz çalışırıq bu məsələlərdə mənəvi əxlaqi yönünə daha çox diqqət yetirək. Amma bir insanın əqidəsinin göstəricisi duadır. Bir insan nə qədər inanclıdır, dualarına baxmaq lazımdır. Bir insanın nə qədər Allaha etimadı var, duasına baxmaq lazımdır. Dualar güzgüdür, insanın həqiqətinə tutulan güzgüdür ki, insan onunla özün və ətrafındakiləri müayinə eləyə bilər. Dua bizə doğru, düzgün, biz duanı əhəmiyyətsiz hesab eləyirik. Duanı ürək-dirək kimi başa düşürük. Amma dua insan həyatında təsirlidir. Bizim bir çox problemlərimiz dualarımızın nəticəsində əmələ gəlir. Amma biz özümüz onu bilmirik. Bir zamanlar dua eləyirik, duamız reallaşır, deyirik ki, İlahi, bu nə idi mən düşdüm? Halbuki bir zamanlar öz arzum idi bu. Həzrəti Yusuf Peyğəmbərin cərəyanında var, əlbəttə bu əxlaqi bir məsələdir. Deyir ki, Həzrəti Yusuf əleyhissalama Züleyxa günah təklif eləyəndə seçim qarşısında qoydu. Ya günah, ya zindan. Həzrəti Yusuf əleyhissalam dedi, İlahi, zindan mənə Züleyxanın təklif elədiyindən daha sevimlidir. Tutuldu, getdi zindana, illər keçəndən sonra Həzrəti Yusuf əleyhissalam dedi, İlahi, sən ədalətlisən, əhkəməl hakiminsən ki, bilirsən bunlar mənə şər deyiblər. Belə Allahdan nida gəldi ki, mənim Peyğəmbərim, sən həmən anda məndən çıxış yolu istəmədin, sən mənə çıxış yolu dedin. Dedin, İlahi, zindan mənə Züleyxanın təklifindən yaxşıdır. Əgər sən mənə desəydin ki, İlahi, buradan mənə çıxış yolu ver, mən sənə çıxış yolu verəcəkdim. Bağlı qapıları üzü açan Allah, mən Allah idim, sənə çıxış yolu verəcəkdim. Amma sən istəmədin, sən özün seçim elədin. Bəzən biz özümüz seçim eləyirik. Allaha yol göstəririk ki, bu formada istəyirəm mən həyatımı yaşayam. Bu formada istəyirəm belə olsun. Ona görə duaları balaca görməyək. Dualar çox önəmlidir. Bizim həqiqətimizin göstəricisidir, bizim ruhiyyəmizin göstəricisidir. Keçən dəfələrdə danışdıq, kimə dua eləmək lazımdır, necə dua eləmək lazımdır. Bugün də bir məsələni deyim inşallah, növbəti həftədən İmam Zeynulabdin əleyhissalamın bir duasını şərh eləyəcəm inşallah. O da budur ki, duada önəmli məsələlərdən biri budur ki, biz duanın qəbuluna mane olan günahları tanımalıyıq və bunlarla mübarizə aparmalıyıq. Həzrəti Əli əleyhissalamın Nəhcül Kumeyl duasında belə bir ibarəsi var. Buyurur ki, Allahümməğfir li zunubiyəlləti təhbisud dua. İlahi, dualarımı həbsə salan günahlarımı bağışla. Necə insan dünyada həbsə düşə bilir, ətraf aləmindən təcrid olur, eləcə də insanın duaları günahlar səbəbi ilə həbsə düşür və günahlar duanın qəbuluna mane olur. Və bu o qədər önəmli məsələdir ki, Həzrət Əmir əleyhissalam bunu dilə gətirir. İlahi, dualarımı həbsə salan günahlarımı bağışla. Biz də bu duanı eləməliyik. Namazın qunutunda, namazın salamları bitirəndən sonra dua eləyəndə, eləməmişdən əvvəl, eləyəndən sonra dua eləməliyik ki, Allahım, dualarımı həbsə salan günahlarımı bağışla. O günahlarım ki, mənim dualarımı həbsə salır, mən onları bilmirəm, onları bağışla. Bu, Həzrəti Əlinin duasıdır. Ona görə diqqətli olmaq lazımdır. Yolumuzun üzərində olan maniyələri aşmaq lazımdır. Süni maniyələri aradan götürmək lazımdır.
Bəzi maneələr var, təbii maneələrdir. Bu Allah tərəfindən qərarlaşır. Bəzi dualarımız bu səbəbdən qəbul olunur. Amma bir çox hallarda bizim dualarımızın qəbuluna mane bizim özümüz və öz əməllərimiz olur. Çox diqqətli olmalıyıq bu məsələdə. O hansı amillərdir insanın dualarının qəbuluna mane olur, insan dualarını həbsə salır? Birincisi, haram qazancdır. Peyğəmbər əleyhissalam buyurur, bir adam istəyir duaları qəbul olsun, boğazına diqqət eləsin, mədəsinə diqqət eləsin, süfrəsinə diqqət eləsin. Əgər boğazdan haram keçərsə, süfrənin üstünə haram qoyularsa, nə qədər dua oxuyursan oxu, o dualar qəbul olmayacaq. Dualar həbsə düşəcək. İnsan haram qazanclardan qorunmalıdır. Haram qazanc təkcə bu demək deyil, adam içki sata, adam qumar oynaya, adam nauzubillah, narkotik sata. Bunlar haramdır öz yerində. Bunlar görünənlərdir. Öz bəzən halalımızı biz harama çeviririk. Fəhlənin haqqını kəsməklə, işçinin haqqını kəsməklə narahat eləyirik. Bunlar bizim zahirən qazancımızdır. 1 manat, 3 manat, 5 manat qazanc əldə eləyirik. Amma həqiqətdə nə qədər geri düşürük. Nə qədər təkamül yolumuzda maneələrlə rastlaşırıq. Ona görə insan birinci yeməyinə diqqət eləməlidir. Fəlyənzurul insan ilə təamih. Quran-ı Kərim buyurur, insan yeməyinə diqqət eləməlidir. Yemək, qida çox önəmlidir. Qida ruhun, belə deyək, enerjisini təmin eləyir. Biz o enerji ilə dua eləyirik, o enerji ilə namaz qılırıq. Əgər haram enerji ilə insan namaz qılarsa, təbii ki, onun namazı qəbul olmaz, duası qəbul olmaz. Ona görə birinci haram qazanclardan özümüzü qorumalıyıq. İkinci mühüm məsələ, həbsdən başqalarına maneə olmamalıyıq. Bu da duaların qəbuluna maneədir. Kimsəni həbsə salmayaq. Kimsənin arzu istəyin həbsə salmayaq. Kimsənin işin düyünə salmayaq. Birinin işin düyünə salarsansa, sənin də işin düyünə düşəcək. Bu qaydadır. Allahın yer üzərində qoyduğu real həyat qaydalarından biri budur ki, birinə maneə problem, yersiz problem yaratdınsa, uzun problem yaşayacaqsan. Elə problem yaşayacaqsan, özün də problemin əlində giriftar olacaqsan və çıxış yolunu da tapa bilməyəcəksən. Bu qaydadır. Ona görə gərək heç kəsə çalışdığın qədər, mümkün qədər mane olmayasan. Kimsəyə yersiz problem yaratmayasan. İnsan həyatda əgər bir heyvana yersiz problem, sıxıntı yaşadarsa, onun cəzası mütləq alacaq. Qalıb insan ola. İnsan əşrəfi kainatdır. Ləqəd kərrəmna bəni Adəm. Biz Adəm övladını kəramətli etdik, Quran-ı Kərim buyurur. İnsanlığı kəramətli etdik. İnsan olaraq, insan vücud olaraq möhtərəm mövcuddur. Ona görə biz bir-birimizdən diqqətli olmalıyıq. Kimsənin həbsə salmamalıyıq. Həbsə, yəni dediyim mənada, kimsəyə maneə yaratmamalıyıq. Kimsəyə problem yaratmamalıyıq. Kimsənin haqqını zayi eləməməliyik. Kimsənin layiq olduğu haqqından məhrum etməməliyik. Və illa problemə düşəcəyik. Və illa dualarımız həbsə düşəcək. Üçüncüsü, qeyd olunur hədislərdə, əmr bil məruf və nəhyəz münkəri tərk eləmək. Yaxşı işlərə dəvət eləyib, pis işlərdən çəkindirməyi tərk eləyən insan mütləq duaları həbsə düşəcək. Peyğəmbər İmam Əli əleyhissalamın vəsiyyətindədir. İmam Həsənlə İmam Hüseyn əleyhissalama buyurur ki, yaxşı işlərə dəvət eləyin, pis işlərdən çəkindirin. Əks halda dualarınız qəbul olmayacaq. Dua eləyəcəksiniz, dualarınız rədd olacaq. Salih insanlar barəsində dua eləyəcək, amma qəbul olmayacaq. Yaxşı işlərə dəvət eləyib, pis işlərdən çəkindirmək bizim Furuiddinin tərkib hissəsidir. Necə namaz vacibdir, necə oruc vacibdir, necə həcc vacibdir, necə cihad vacibdir, eləcə də yaxşı işlərə dəvət eləmək və pis işlərdən çəkindirmək də vacibdir. Neyniyək ki, bir qrup insanlar yaxşı işlərə dəvət eləyib, pis işlərdən çəkindirməyi yalnız siyasi müstəviyə aparıb çıxartmaq istəyirlər. Yalnız ora aparıb bağlayırlar. Bəli, o onun bir hissəsi ola bilər. Amma bugünkü günümüzdə əgər bir insanın evində, ailəsində, cəmiyyətində problem varsa, iki din qardaşı bir-birinə yola gedə bilmirsə,
iki dost, iki məscid yoldaşı çiyin-çiyinə namaz qıldığı insan bir yerdə biz yola gedə bilmiriksə, hansı böyük hədəflərdən danışırıq biz? Biz islah eləməliyik, özümüzü islah eləyib yola çıxmalıyıq. Qurani-Kərim buyurur ki, möminlər bir-birləri ilə qardaşdırlar, qardaşların arasını islah eləyin, barışdırın. Burada cəmiyyət həmkar olmalıdır. İnsanlıq, məscid əhli, xüsusi təbəqə həssas yanaşmalıdırlar insanların birliyi üçün, qəlblərin bir olması üçün. İmam Zaman əleyhissalam buyurur, qəlblər bir olan zaman mənim zuhurum gerçəkləşəcək. Qəlblərin bir olması üçün həsədin, kinin, yersiz ədavətin aradan qalxması zəruri şərtdir. Biz çalışmalıyıq cəmiyyətdə möminlər arasında, insanlar arasında yersiz ədavət olmasın, yersiz problemlər olmasın. Təbiidir şeytan problemlər çıxardacaq, amma insanlar ilişib o problemdə qalmasınlar, bir-birlərini əfv eləyə bilsinlər, bağışlaya bilsinlər. Pislə mübarizə yaxşıya dəvət olmalıdır. Yaxşı işlərdə həmkarlıq olmalıdır. Amma neyniyək, təəssüflər olsun ki, bu günləri yaxşı işdə həmkarlıq eləyənlərimiz az olur bəzən. Və yaxud da yolun əvvəlində çoxalır, yavaş-yavaş getdikcə azalırlar. Bunlar çox önəmli məsələlərdir və bunlara biz əhəmiyyət verməliyik. Bunlar bizim üçün önəmli olmalıdır. Yaxşı işlərə dəvət eləyib pis işlərdən çəkindirmək duaların qəbuluna səbəb olar. Əksi, insanları yaxşı işə dəvət eləyib pis işlərdən çəkindirməyi tərk eləyəndə isə insanın dualarının qəbulu artıq reallaşmır, olmur. Bu baxımdan məsələ çox ciddidir. Bizlər diqqətli olmalıyıq məsələlərdə. Daim biri-birimizə, baxın mən dua eləyəcəm, amma gəlir duanın qəbulunun maniyəsi insanların arasında, insanlarla münasibət gəlir burada əsas rol oynayır. Mən özüm tək oturmuşam, öz vacibat, ibadətimi eləyirəm, nə bilim, digər üzərimə düşənləri eləyirəm də, kim savaşır, kim barışır, kim günah eləyir, kim nə eləyir, mənə aidiyyatı yoxdur. Yox, elə şey yoxdur. Mənə birbaşa aidiyyatı var. Əgər mənim burada mövqeyim olmasa, mənim dualarımın hamısı həbsə düşəcək. Ona görə bu mübarək Qurani-Kərimin ayələrin biz nəzərdə saxlamalıyıq. Ki, nə qədər bununla bağlı Qurani-Kərimdə ayələr var. Mən ayət ümumi götürsək, bu saydıqlarım tək-tək idi. Amma ümumi götürəndə insanın dualarının qəbuluna mane olan ən mühüm amil günahdır. Günah insanın dualarının qarşısında ən böyük maniyədir. Mərhum Ayətullah Behçətdən soruşdular ki, hansı duanı eləyək? Dedi, günah eləməyin. Üzr istəyirəm. Hansı duaları eləyək, hansı duaları oxuyaq? Dedi, günah eləməyin. Dedi, əgər Kumeyli oxuyub, çıxıb çöldə günah eləyəcəksə onu oxumayın. Əgər Məkarımül Əxlaq duasını oxuyub, çıxıb çöldə yenə də bilərəkdən günaha düşəcəksə eləməyin. İnsanın ən böyük ibadəti Allahın haramından çəkinməkdir. Ramazan ayında yadınızda oxuduq, Həzrəti Əli əleyhissalam soruşdu. Ramazan ayının ən fəzilətli əməli Peyğəmbər buyurdu Allahın haramlarından çəkinmək. Burada da insanın duasının qəbuluna mane olan, duaları həbsə salan ən mühüm amil günahdır. Buna görə daim biz günahlarımızın bağışlanmasını istəməliyik. Daim biri-birimizə dua eləməliyik. Ki Allahım bizim günahlarımızı bağışla, ki günahlarımız bizim dualarımızı həbsə salmasın. Bu baxımdan məsələ çox önəmlidir. Allah sizdə bizdə hər birimizi dualarımızı qəbul olan dualardan qərar versin inşallah. Haqqı boynumuzda olan şəhidlərimiz, valideynlərimiz hamısını qərq rəhmət eləsin inşallah.